gün din birinci hissədən natural ədədlər üzrə test tapşırıqlarına baxacağıq. Birinci sualda deyir ki, ifadələrdən hansının qiyməti n-in bütün natural qiymətində tək ədəddir. Əgər n-in bütün natural qiymətlərindən söhbət gedirsə, o zaman biz n-i həm tək, həm də cüt ədəd üçün yoxlamalıyıq. Yəni n-ə bir dəfə cüt ədəd, bir dəfə də tək ədəd veririk. N bərabərdir 2 və 3 qiymətlərində variantları yoxlayırıq. Birinci variantda n-in yerinə 2 qoysaq, 2-nin kvadratı çıxılsın 1. 2-nin kvadratı 4, 4-dən də 1 çıxırıq 3. Cüt qiymət qoyduğumuzda tək ədəd alınır. Sonra n bərabərdir 3 qiymətini yoxladıqda 3-ün kvadratı çıxılsın 1, 3-ün kvadratı 9, 9-dan da 1 çıxırıq, eləyir 8. Artıq 8 cüt ədəd olduğuna görə A variantı doğru deyil. B variantında yenidən n-in yerinə 2 qoyduqda 2-nin kvadratı üstə gəlinsin 1. 2-nin kvadratı 4, 4 üstə 1, 5. 5 tək ədəddir. İndi n-in yerinə 3 qoyduqda 3-ün kvadratı üstə gəlinsin 1. 3-ün kvadratı 9, 9-un üstünə 1 gələndə 10. 10 cüt ədəd olduğuna görə B variantı da doğru deyil. C variantını yoxladığımızda 2 vurulsun 2-nin kvadratı, üstə gəlinsin 3. 2 vurulsun 4, elədi 12, 12-nin üstünə də 3 gələndə 15. 15 tək ədəddir. N-in yerinə 3 qoyduğumuzda 2 vurulsun 3-ün kvadratı, üstə gəlinsin 3. Burada da 2 vur 9, 18, 18-in üstünə 3 gələndə də elədi 21. Deməli, n-in yerinə həm cüt, yəni 2 qoyduğumuzda, həm də tək ədəd qoyduğumuzda alınan ədədlər tək ədədlərdir. Yəni 15 və 21 tək ədədlərdir. Ona görə də bizim cavabımız olacaq C variantı. İkinci sualda 7-3-ün kvadratı ifadəsinin qiyməti tək ədəddir. İfadələrdən hansının qiyməti cüt ədəddir? Bu tapşırığı həll etmək üçün biz əvvəlcə A-nın qiymətini tapmalıyıq. Əgər verilən ifadənin, yəni 7A çıxılsın 3-ün kvadratı ifadəsinin qiyməti tək ədəddirsə, onda A bərabərdir 2 götürsək, yoxlayaq. 7 vurulsun 2, çıxılsın 3-ün kvadratı. Bərabərdir. 7-ni 2-yə vuranda 14, 14-dən 3 çıxanda 11. 11-in kvadratı eləyir 121. 121 tək ədəd olduğuna görə deməli A 2 qiymətin ala bilər. İndi A-nın qiymətini variantlarda yoxlayıb cüt ədəd alınan variantı seçməliyik. Birinci A-nın kvadratı, yəni 2-nin kvadratı çıxılsın 1 bərabərdir. 2-nin kvadratı 4, 4-dən 1 çıxıram 3. Tək ədəd olduğuna görə 3, A variantı doğru deyil. İkinci B variantını yoxlayıram. 5 vurulsun 3, yox 2. Üstə gəlinsin 2. 5-i 2-yə vuranda eləyir 10. 10 üstə 2 elədi 12. Deməli, B variantı doğru cavabdır. Çünki 12 cüt ədəddir. Üçüncü tapşırıqda ikinci tapşırıqla eyni tiplidir. Eyni qaydada həll olunur. Dördüncüdə x cüt, y tək ədəd olduqda ifadələrdən hansının qiyməti tək ədəddir? Ona görə də biz x bərabərdir 2 götürərik. Y bərabərdir 3 götürərik. 2-dən başqa, yəni 4, 6, 8 cüt ədədlər də götürülə bilər. Amma həm hesablama rahat olsun deyə ən kiçik cüt ədədi və ən kiçik tək ədədi götürürük. Ona görə x-ə 2, y-ə də 3 qiymətini veririk. Sonra da variantlarda yoxlamaq lazımdır. Bizdən tək ədəd alınan variantı istəyir. İndi x-in yerinə A variantında 2 və y-in yerinə 3 qoysam, 2 üstə 3, 5, 5-in kvadratı 25. 25-in üstünə də 3 gələndə bu eləyəcək 28. 28 cüt ədəd olduğuna görə A variantı doğru deyil. Burada 3 vurulsun x-in yerinə 2, üstə gəlinsin 2 vurulsun, y-in yerinə də 3-ün kvadratı olacaq.
3 vur 2, 6. Üstə gəlinsin 2 vurulsun 3'ün kvadratı, yəni 9 eləyəcək 18. Cavab olur 24. Bu da doğru deyil. C variantında 2, üstə gəl 3, üstə gəl 1 eləyəcək 6. 6 da cüt ədəddir. D variantını yoxlayaq. X-in kvadratı, yəni 2'nin kvadratı üstə gəlinsin 3 vurulsun y, yəni 3 vur 3. Bu da 4 üstə gəlinsin 9 bərabərdir 13. 13 tek ədəd olduğuna görə cavabımız olacaq D variantı. 5-ci tapşırıqda da eyni qaydada hesablanacaq, eyni tipli tapşırıqdır. 6-da isə x və y cüt ədədlər olduqda deyir. Yəni həm x, həm də y cüt ədəd olmalıdır. Ona görə əgər mən x-ə 2 deyirəmsə, y-də 4 götürməliyim. Sonra da variantlarda bir-bir yoxlayıram. A variantında 5x y-dir, yəni 5 vur x vur y deməkdir. 5 vurulsun x-in yerinə 2, y-in yerinə də 4 qoyuram. Bu da bərabərdir 40. Variantlarda tək ədəd istəyir. Ona görə A variantı doğru deyil. Çünki 40 cüt ədəddir. B variantını yoxlayıram. X-in kvadratı üstə gəl, y-in kvadratı, yəni 2'nin kvadratı. Üstə gəlinsin 4'ün kvadratı bölünsün 2. 2'nin kvadratı 4, 4'ün kvadratı 16. Toplayanda 20, 20'ni də 2'yə böləndə eləyir 10. C variantını yoxlayıram. B variantı doğru deyil. Çünki 10 da cüt ədəddir. C variantında 2'nin kubu, yəni x'in kubu, 2'nin kubu, üstə gəl y, 4'ün kubu bölünsün 4. 2'nin kubu 8, üstə gəl 4'ün kubu 64 bölünsün 4. Bu da 72. 72'ni də 4'ə böləndə eləyir 18. 18 də cüt ədəd olduğuna görə C variantında götürmürük. D-ni yoxlayırıq. X-in yerinə 2, y-in yerinə 4 yazdıqda deməli 2 üstə gəlinsin 3 vur 4 12. Bu da eləyir 14. D variantı da doğru deyil. Y variantını yoxlayıram. 2 üstə gəlinsin 4 bölünsün 2. 6, 6'nı da 2'yə böləndə 3. Bəli, 3 tək ədəd olduğuna görə cavabımız olacaq Y variantı. 7-ci sualda ardıcıl 100 natural ədədlər sırasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629'a bərabərdir. Bu sıradakı ən kiçik ədəd neçədir? Əgər ardıcıl 100 natural ədədlər verilib bizə, amma bu ədədlər hansı ədəddən başlayır və hansı ədədlə bitir, bunu bilmirik. Ona görə də belə bir məntiq irəli sürmək olar ki, əgər 1-dən 100'ə qədər olan natural ədədlərin, ardıcıl natural ədədlərin sırası verilsəydi, ən kiçik ədədlə ən böyük ədəd arasında 99 fərq olardı. Yəni bunların arasındakı fərq 99'dur. Ona görə də biz burada ardıcıl 100 natural ədəd deyirsə, ən kiçik ədədə x desək, çünki bilmirik, ən böyük ədədə də x üstə gəlinsin 99 deyə bilərik. X və x üstə gəl 99 arasındakı fərq də 99'dur. Sonra davam eləyirik. Tapşırığın şərtində deyir ki, ən kiçik və ən böyük ədədlərin cəmi 629'dur. Onda belə yazarıq. X, yəni ən kiçik ədəd, üstə gəlinsin, x üstə gəlinsin 99, yəni ən böyük ədəd, bərabərdir 629'a. Sadə tənliyi həll edirik. X-ləri toplayanda 2x, üstə gəlinsin 99, bərabərdir 629. 2x də bərabərdir 629'dan 99 çıxanda eləyəcək 530. X-i də tapmaq üçün 530'u bölürük 2'yə. X eləyir 265. Deməli cavabımız D variantıdır. Çünki bizdən ən kiçik ədədi soruşur. Ən böyük ədədi soruşursa 265'in üstünə 99 gəlib ən böyük ədədi tapacaqdıq. İndi gəldik 8-ci suala. 8-ci sualda
Bize AB 7 çıxılsın AB bərabərdir 133 verir və A ilə B-nin cəmini istəyir. Bu tipli tapşırıqda əvvəlcə AB, burada bir AB ədəddir. AB-nin açılışını bilməliyik. AB-nin açılışı bu formadadır. 10A üstə gəlinsin B. Yəni, əgər iki rəqəmli ədəddən söhbət gedirsə, B təklidir, A da onluqdur. 10A, yəni onluq 10-a üstə gəlsin B formasında açılır. Onda AB 7-nin açılışı da təkli, onluq, yüzlük olduğuna görə 100A üstə gəlinsin 10B üstə gəlinsin 7 bu formada aça bilərik. Çıxılsın. AB-nin açılışı da dediyim kimi 10A üstə gəlinsin B-dir. Bu da bərabərdir 133-ə. Davamında verilənləri daha sadələşdirmək lazımdır. 100A üstə gəlinsin 10B üstə gəlinsin 7 çıxılsın. Mötərizənin qarşısında mənfi işarə olduğuna görə mötərizəni açanda da mötərizə daxilindəki işarə əks istiqamətdə, əks işarə ilə dəyişəcək. Olacaq 10A çıx B bərabərdir 133. İndi burada A'larla A'nı hesablamalıyıq, B və B'ləri hesablamalıyıq. Yəni 100A'dan 10A'nı çıxanda eləyəcək 90A. Üstə gəlinsin 10B'dən B çıxanda eləyəcək 9B. Çıxılsın 7 bərabərdir 133. Aha, burada da sadələşdirməyə davam edirik. 133-dən 7 çıxanda elədi 126. Daha da sadələşdirmək üçün 90A üstə gəl 9B-dən 9-u mötərizə xaricinə çıxardarıq. Mötərizə daxilində qalacaq 10A üstə gəl B bərabərdir 126. 10A üstə gəl B-ni tapmaq üçün də 126-nı bölürük 9-a. Bu da bərabərdir 14. Bayaqçı açılışı indi qapalı şəkildə yazırıq. Yəni 10A üstə gəlinsin B AB-yə bərabər olduğuna görə AB bərabərdir 14. A və B-nin cəmini istəyir. A 1-ə bərabərdir, B də 4-ə bərabərdir. A və B-nin cəmi eləyəcək 1 üstə 4, yəni 5. Doqquzuncu tapşırıqda 8-lə eyni tipli tapşırıqdır. Eyni formada həll olunacaq. 10-cu tapşırıqda isə yenə eyni qaydada AB bərabərdir 2A üstə gəl 4B verilib. Burada AB-nin açılışından istifadə eləməliyik yenə. AB-ni açıq formada yazıram. 10A üstə gəlinsin B bərabərdir 2A üstə gəlinsin 4B. Yenə A və B-ləri hesablayıram. 10A'dan 2A çıxıram, eləyir 8A. Bərabərdir 4B'dən B çıxıram, eləyir 3B. Burada A və B-ni tapmaq üçün qarşı-qarşıya götürürük. Yəni A-nın qarşısında olan ədəd 3, B-nin qarşısında olan ədəd də 8-dir. Deməli A 3-ə bərabərdir, B də 8-ə bərabərdir. A və B cəmini istəyirsə 3 üstə 8 eləyəcək 11.